Əşrəf qardaş, bütün tələbələr deyir ki, Abu Hanzalaya qulaq asmaq olmaz, çəkindirirlər də onu. Deyə Bəli. bilərsiniz əsas səbəb nədir? Niyə çəkindirirlər ondan? Bax qardaşım, biz kimdənsə çəkindirəndə, məsələn deyəndə ki, qulaq asmaq olmaz, dinləmək olmaz, elə başa düşülməsin ki, o insanla xüsusi problemimiz var, şəxsiyyətindən, özündən. Yox, bu heç düzgün də deyil. Kiməsə qulaq asmaq olmaz, uzaq dayanın, problemli insandır deyəndə biz insanların xeyri üçün deyirik. Düzdür? Onlara xeyr istəyib bu sözü deyirik. Yəni bizim müəyyən hocalarla, şeyxlərlə, danışanlarla problemimiz yoxdur şəxsi olaraq. İnsanlara can yandırıb deyirik ki, məsələn filan kəs bidət əhlidir, filan kəs məsələn əşaridir, filan kəs mu'təzilidir, filan kəs xaricidir, uzaq dayan. Sənin xeyrinə görə deyirik. Bu məsələni birinci başa düşmək lazımdır. İkinci, Abu Hanzala hoca da həmçinin. Biz o hoca ilə şəxsi problemimiz yoxdur ki, tanımırıq heç. O bizi tanıyır, nə biz onu tanıyırıq şəxsən, düzdür? Amma insanın videoları, danışıqları, dərsləri göz qabağındadır. Ona əsasən, o dərslərinə əsasən demişik ki, bu insan xaricidir, xavaric etiqadındadır. Şək yoxdur bunda. Buna, Emil, iftira atmamışıq, böhtan atmamışıq, ləkə yaxmamışıq, yalandan olmayan şey deməmişik. Yoxdur insanda, amma demişik. Belə şey etməmişik və buna Allaha sığınırıq. İnsanın dərsləri göz qabağındadır, YouTube-da mövcuddur, düzdür? Adam xarici etiqadının üzərində qurub əqidəsini. Məsələn, mən heç başqa şeylər demirəm, düzdür, başqa şeylər demirəm. Adi məsələn, Saudiya kralını Abu Hanzala. Bu məsələ dediyim, bəs edir ki, sən biləsən adam xaricidir və ondan uzaq yanasan. Heç başqa məsələləri demirəm də. Adam deyir ki, Saudiya kralı tağutdur, kafirdir, düzdür? Və məsələni necə qurur? Kafirdir və kafirə kafir deməyən özü kafir olur. Və biz bilirik ki, yer üzündə nə qədər alimlər var. Saudiyədə yaşayan, Şeyx Fovzan olsun, Şeyx Salih olsun, böyük alimlər çoxdur da, alimlər heyəti var, düzdür? O kralın yanındadır. Və bu deyir ki, Saudiya kralı kafirdir, tağutlu kafirdir, düzdür? Və o kafirə kafir deməyən özü də kafirdir. Avtomatik Abu Hanzalaya görə bütün yer üzündə olan alimlər, ən azından Saudiyədə olan alimlər kafirdirlər. Təsəvvür elə, Abu Hanzalaya görə yer üzündə yaşayan Saudiyədə olan alimlər hamısı kafirdir, çünki kralı dəstəkləyirlər. Ən azından müsəlman görürlər, dəstəkləyirlər, yəni ən azından müsəlman sayırlar. Deməli, bunlar özləri də kafirdir. Və sən o alimləri kafir görməsən, sən özün də kafir olursan. Və nəticədə bu olur ki, Abu Hanzalaya görə bizdən başqa hamı kafirdir. Ya sən bunların hamısını kafir saymalısan, bizdən bir yerdə olmalısan, ya da bunları müsəlman görürsənsə, sən heç vaxtı müsəlman ola bilməzsən, sən də kafirsən. Çünki kafirə kafir deməyən özü kafirdir və bu da xarici etiqadıdır. Biz bundan razılaşmırıq. Siz təsəvvür edin, dərsləri var Abu Hanzalanın. Abu Hanzalanın dərsləri var, düzdür? O, vələ vəl-bara ayələri yoxdur, dost düşmənçilik. Quranda ayələr var da. Abu Hanzala bu ayələrin hamısını kimə aid edib? Hakimlər. Böyük küfrə aid edib. Sevdin kafirsən, müamilə kafirsən, dost kafirsən. Yəni, vələ vəl-bara müşriklərə nazil olan, hansı ki, yəni bu ayədə məqsəd başqadır. Abu Hanzala onu başqa cür, xarici etiqadının üzərində bina edib. Dost düşmənçiliyi. Yəni, bu ayələri götürüb endirir indiki müsəlmanlara.
istihlal baxmadan, etiqada baxmadan, əqidəyə baxmadan bir mənalı olaraq Quranda olan ayələri kim onlarla, o da onlardandır. Kim bu, o da onlardandır. Yəni birbaşa ayəni mütləq endirib, nazil edib əhkam düzəldib üzərində. Biz deyirik ki, bu xarici etiqadıdır. Yaxud məsələn hökm məsələsi. Hökm, hukmullah. Düzdür? Deyir tağutdur, Allahın hökmü ilə hökm vermirlər. Bu ayəni birbaşa Abu Hanzala kimi götürüb bir mənalı olaraq bu cür tətbiq etmək biz deyirik ki, xaricilərdir. Xavariclər bu ayəni vallahi bu cür rəftar ediblər. Abu Hanzala da eyni xavaricilər kimi rəftar edir. Allahın hökmünə hökm vermək kafirdir və salam. Bütün kraldır, hakimlərdir, təkfir ediblər. Bu ayə. Bax, bu ayəyə əsasən və mən ləm yəhkum bimə ənzəlallah fə ulaikə humul kafirun Saudiya kralını müsəlman ölkələrində olan rəhbərləri, hakimləri kafir sayır. Bu ayəyə əsasən düzdür və bunun üzərində mənhəc qurur, əqidə qurur, etiqad və kim onlara da kafir deməsə onlar da kafirdir. Ayəni düzgün yerinə qoyub yoxsa yox? Düzgün yerinə qoymuyor. Ayəni bütün alimlər deyiblər ki, İbn Teymiyyə olsun, İmam İbn Qeyyim olsun və böyük muhaqqiqlər deyiblər ki, belə götürüb başa düşmək xavariclərin etiqadıdır. Abu Hanzala belə götürüb başa düşüb. Yəni sözümün canı nədir? Quranda olan ayələr yoxdur, vəla vəl bara ayələridir, hukmullah ayələridir. Bunlar hamısı sənin üzərinə vacib odur ki, sələfin fəhmi ilə başa düşəsən. Bu ayələr sələfin fəhmi ilə başa düşülür. Mücərrəd öz rəyinlə başa düşmək haram da olmaz. Və biz baxanda görürük ki, məsələn, Abu Hanzala o 5-ci surə 44-cü ayə yoxdur, Maidə 44. Və mən ləm yəhkum bimə ənzəlallah fə ulaikə humul kafirun. Bu ayəyə əsasən bütün hakimləri, rəhbərləri, başçıları kafir hesab edir. Bu ayəyə əsasən. Və biz adi misal olaraq deyirəm, biz deyirik ki, bu ayədə məqsəd kiçik küfürdür. Orada olan küfür sahibini dindən xaric etməyən küfürdür. Amma böyük küfür kimi başa düşüb bir mənalı olaraq götürüb tətbiq etmək xavariclərin etiqadıdır. Məsələn, biz bunu deyəndə deyirlər ki, hardan bilirsən ki, kiçik küfürdür? Biz deyirik ki, qardaşım, sahabələr təfsir ediblər. Məsələn, Turcümanul Quran İbn Abbas radiyallahu anhuma məşhur Quranı bilən sahabələrdəndir, düzdür? Əsərlər varid olub. Bir deyil, iki deyil, tabinlərdən olub, sahabələrin bir çoxundan olub. Elə götürək İbn Abbasın əsərini. İbn Abbas radiyallahu anhuma bu ayə haqqında, hansı ayə? Və mən ləm yəhkum bimə ənzəlallah ayəsi haqqında deyir ki, leysə bil kufrillezî yezhebûne ileyhi. Bu, sizin o getdiyiniz, başa düşdüyünüz küfür deyil. Yəni, demək istəyir ki, İbn Abbas, bu böyük küfür deyil, siz bunu belə başa düşürsünüz. O deyil. Başqa rəvayətdə, ləfsdə deyir ki, kufrun lə yənqulu anil millə. Küfürdür, amma millətdən xaric edən, çıxardan küfür deyil. İbn Abbasdan gəlib. Yaxud, məsələn, başqa ləfsdə deyir ki, huva bihi kufrun, küfürdür. Leysə kəmən kəfara billahi və mələikətihi və kutubihi və rusulihi. Lakin o küfürdən deyil, sən Allaha, mələklərinə, kitablarına, rəsullarına küfür edəsən. O küfürdən deyil. Əl-mühim, bu əsərlər əlimizdə İbn Abbasdan, sahabələrdən əsər varid olub bu ayə haqqında ki, sən başa düşdüyün kimi başa düşməyiblər, onlar belə başa düşüblər, kiçik küfür kimi. Bunlar nə deyirlər? Deyirlər ki, bu əsərlər hamısı zəifdir. İndi biz nə edirik, Əmil? İndi xavariclər, vallahi yer üzündə olan xavariclər, Abu Hanzala və onun kimi timsalında olan, ona qulaq asan insanlara bu əsərləri deyəndə deyir ki, bu əsərlər hamısı zəifdir. Rahat da deyir. Biz nə deyirik onlara cavab olaraq? Qardaşım, biri var, sən zəif deyirsən. Sən buna bu hökmü verirsən. Bir də var ki, ümmətin imamları, müştehidləri, muhaqqiqləri bu əsəri qəbul ediblər, məqbul sayıblar və ihticac ediblər və kitablarında zikr ediblər, gətiriblər. Bir də var bu. Məsələn, aç bax təfsir kitablarına. Gör bu əsəri kimlər zikr edib. İbn Kəsir olsun, İmam Bəğavi olsun, İbnül Arabi olsun, Əbu Həyyan olsun, İmam Qurtubi olsun, sonra gəlir müasirlərdən Muhammed Əmin Şinqiti olsun. Bütün təfsirçilər az qala bu əsəri gətirsinlər. Bu imamlar bu əsəri İbn Abbasdan, o qeyd etdiyim, məqbul hesab ediblər. Çox da sən deyirsən ki, zəifdir. Səni zəif deməyə saxlayırıq bir yana, səni zəif deməyə lazım deyil bizə. İmamlar qəbul ediblər. Yaxud
Məsələn, Şeyxülislam İbn Teymiyyə olsun, İmam İbn Qeyyim olsun, İmam Zəhəbi olsun, İbn Abdülbar olsun, İmam Əl-Mərvazi olsun, nə bilim, Sıddiq Həsənxan olsun, bir çox əimmələr, müştəhidlər gətiriblər bu əsəri. Yəni sən deyirsən zəifdir. Bu imamlar bu əsəri səhih kimi, məqbul kimi gətirib ehticac ediblər. Dəlil gətirib istifadə ediblər. Ona görə biz deyirik ki, Abu Hanzalanın məsələn adi hukmullah məsələsində gətirdiyi bu ayə düzgün yerinə qoymayıb. Halbuki bu ayənin üzərində təkfir edir ümməti. Bu ayə ilə təkfir edir ümməti. Məsələn İmam Əhməd İbn Həmbəl rahimehullah, İsmail İbn Sa'd rahimehullah deyir ki, Səəltu Əhmədə. Bu ayə haqqında deyirəm. Düzdür, bu ayə haqqında çox danışmışam, lakin indi fayda olaraq qeyd edirəm. İsmail İbn Sa'd deyir ki, Səəltu Əhmədə, İmam Əhməddən soruşdum. Və mən ləm yəhkum bimə ənzəlallah fəulaikə humul kafirun ayəsi. Fəmə hədəl kufur. Orada olan küfür nədir? Sən təsəvvür elə, Əhməddən soruşurlar ki, orada olan küfür nədir? İmam Əhməd deyir ki, leysə huva el-kufur la yaxrucu minəl millə. Millətdən, dindən xaric etməyən küfürdür. İmam Əhməd bu cür deyir. Sən nə deyirsən? Ona görə biz deyirik ki, bu ayəni götürüb indi İslam ümmətində olan hakimləri, rəhbərləri, başçıları təkfir etmək xavariclərin əqidəsidir. Abu Hanzala da bir mənalı olaraq bu yolu tutub. Ona görə biz deyirik ki, ehtiyat etmək lazımdır, qorxmaq lazımdır Allahdan. Belə insanlara qulaq asmaq olmaz. Biz başqa şeyə görə demirik. Biz deyirik ki, adam xaricidir, xavaric əqidəsindədir, ümməti təkfir edir. Ona görə insan gərək dinini qorusun.